Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qumbacı qəsəbəsindəki İstintaq Təcridxanasında Tofiq Yaqubunu müayinə etdik. Müayinədə Baş Tibb İdarəsinin həkimləri də iştirak edirdi. Özü saxlanma şəraitindən razıdır, münasibətdən razıdır. Sadəcə olaraq aclıq aksiyası keçirdiyindən müəyyən problemlər var. O səhhətində olan dəyişikliklər də aclıq aksiyasına uyğundur. Təzyiqi, nəbzi kompensator olaraq hələlik saxlanır. Məsələn, təzyiqi 126-84-dür. Bədən temperaturu normal hüduddadır. Çəkisi 83 kiloqram, 350 qram kimi ölçülüb bugün. Müəyyən çəki itkisi var və biz ona təşrif elədik ki, dünyada baş verən bu aclıq aksiyalarında bu aclıq aksiyaların aparılma protokolu var. Biz ona riayət etməliyik və bu protokolla su və elektrolit mübadiləsi normada saxlanmalıdır. Ona uyğun olaraq da müxtəlif maddələrin, su elektrolit maddələrin cümlədən də fizioloji məhlul və rentgen məhlulun köçürülməsini təşrif etdik. Bunu da icra etdik. Hər şey normal keçdi. Hal-hazırda durumu kafi hesab edilə bilər infuziyadan sonra. Amma bütövlükdə aclıq aksiyasına uyğun olaraq orta ağırlıqda hesab edilə bilər. Mən həkim olaraq ona aclığı dayandırmağı təşrif etdim əlbəttə. Amma hər halda özü aclığı davam etdirməkdə israrlıdır. Çalışacağıq ki, onun səhhətini bundan sonra nəzarət altında saxlayaq.